CO və CO2-dən ibarət qarışığın tam yanması nəticəsində qarışıqdakı oksigen atomlarının sayı 1.6 dəfə artarsa, ilkin qarışıqda CO2-nin mol payını hesablayın. Yanma zamanı oksigen tam sərf olunmuşdur. Hərəsindən nə qədər olduğunu bilmirik. X mol CO olduğunu düşünək, Y molda CO2 olduğunu. CO oksigenlə reaksiya daxil olub CO2-yə çevriləsidir. X moldursa, eyni ilə X molda CO2 alınır. CO2 oksigenlə daxil olmayacaq. Elə başlanğıçda Y mol CO2 varsa, Y molda CO2 olduğu kimi qalasıdır. İndi bu reaksiyada sol və sağ tərəfdəki oksigenlərin miqdarına baxsaq, oksigen indeksi burada 1-dir. Deməli, X-i 1-ə vuranda sol tərəfdə X qədər oksigen, bu birləşmədə də 2Y qədər oksigen olur. Sağ tərəfdə X vur 2, 2X, Y vur 2, 2Y. Sağ tərəfdə də olan oksigen 2X plus 2Y qədərdir. Məsələnin şərtində oksigenin miqdarı 1.6 dəfə artarsa, deməli, bu sağ tərəf soldan 1.6 dəfə böyükdür. Onda sol tərəfi 1.6-ya vursam, sağa bərabər olacaq. Mötərizəni vuracaq. 1.6x plus 3.2y bərabərdir 2x plus 2y-ə. 2y-i sol tərəfə keçirsəm, olacaq 1.2y, 1.6x-də sağa keçirsək, olacaq 0.4x-ə. Deməli, buradan alırıq ki, 3y bərabər olacaq x-ə. İndi biz CO2-nin molla görə mol faizini tapanda CO2-nin miqdarını ümumiyə x plus y-ə bölüb 100-ə vurmalıyıq. Y bölünsün. X-in də yerinə 3y yazanda 3y plus y vur 100. Yəni y böl 4y, 4-də 1 vur 100, demək olacaq 25%.